Üçüncü testimiz belədir. Sözlərdən birində sait səslərdən ikisi uzun tələffüz olunur. Biz bildiyimiz kimi Azərbaycan dilində bəzi sözlərdə iki saitin uzun tələffüz olunması xüsusiyyəti var. Məsələn, alimanə, dahiyanə, etinasız kimi sözlər bu tip sözlərdəndir. Amma burada isə bizim cavabımız C variantıdır. Çünki C variantının düzgün tələffüzü belədir. Qanuni. Düzgün cavabımızda, yəni C variantında həm A, həm də sözdəki U saitləri uzun tələffüz olunduğu üçün bu sözdə iki uzanma vardır ki, bu da testimizin düzgün cavabını verir. Qabiliyyət sözündə bir uzanma vardır. Qabiliyyət sözündə bir uzun tələffüz olunan sait vardır. Bu birinci A saitidir. Qiraət sözündə yenə yalnız A saiti uzun tələffüz olunur. Qallereya sözündə uzun tələffüz olunan sait yoxdur. Qafiyə sözündə yenə A saiti uzun tələffüz olunur. Beləliklə, bizim ikinci testimizin düzgün cavabı C variantıdır ki, burada A və U saitləri hər ikisi uzun tələffüz olunur.